Salam, əziz izləyicilərim. Hər birinizi xoş gördük. Bu gün mənim mətbəximdə hər şey öz təbii axarındadır. Quşların cəhcəhini eşidirsiniz? Burada istifadə etdiyim ərzaqlar həm də bu doğma səslər tamamilə təbiidir. İstədim ki, bu huzurlu ab-havada uşaqlığımızın o unudulmaz ətrini analarımızın yumru düyüdən bişirdiyi dən döşəmə plovu birlikdə hazırlayaq. Buyurun, mətbəximə qonaq olun. Bu qazmağın gözəlliyinə baxın. Sanki süfrəmizdə günəş kimi parlayır. Ətrafına işıq saçır. Baxın, dənələrin hər biri bir-birindən necə asanlıqla ayrılır. Nə bir yapışma var, nə də xəmirə dönmə. Yumru düyünün bu qədər dən olması apardığımız o düzgün hazırlıq prosesinin nəticəsidir. Görüntü özü hər şey deyir, əlavə sözə ehtiyac yoxdur. Böyük bir qaba 1 kiloqram yarım yumru düyünü əlavə edirəm. Düyünü 7-8 dəfə yuyub suyunu süzürəm. Suyu şəffaf olana qədər, yəni yuyuram. Bura mən əlavə edirəm 4 dolu xörək qaşığı duz. Bura mən əlavə edirəm ilıqdan biraz isti su, düyünün üzərinə çıxan qədər. Düyünü 3 saat dincəlməyə qoyuruq. Bu müddət ərzində düyü suyu özünə çəkir, həm uzanır, həm də bişərkən sınmır. Plovun döşəməsi üçün 500 qram təzə dana ətini götürmüşəm. Əti xırda-xırda doğrayıram. İndi isə 3 ədəd soğanı xırda-xırda doğrayıram.
Doğradığım ətləri tavaya əlavə edirəm. Heç bir əlavə su tökmürəm. Ət öz suyunu salıb, yenidən çəkənə qədər vaxtaşırı qarışdırıram. Bu üsul ətin həm daha ləzzətli, həm də yumuşaq olmasını təmin edir. 1 çay qaşığı duz əlavə edirəm. İndi isə xırda-xırda doğradığım 3 ədəd soğanı ətin üzərinə əlavə edirəm. Hələ ət və soğan tam qovrulmamış, bura 1 xörək qaşığı çərə yağı əlavə edirəm. İndi isə tavanın qapağını qapayıram ki, ətimiz öz buğunda, ocağın ən vam xodunda tam 20 dəqiqə bişsin. Mən bura əlavə edirəm 1 xörək qaşığı palçıq turşu. Budur, artıq et hazırdır. Diqqət etdimsə əti tam pişirmədim. Bir tır diri saxladım. Çünki ətimiz hələ plovla birlikdə dəmdə də pişəcək. Tavanı ocaqdan götürürəm. İndi isə plovun ən vacib mərhələsinə keçirik. Böyük bir qazana 10 litr su əlavə edib qaynamağa qoyuram. Düyünün dən olması üçün su mütləq bol olmalıdır. Ətə bişirilib təmizlənmiş şabalıd əlavə edirəm. Saatın sonunda ıslatdığım düyünün suyunu süzürəm və son bir dəfə ehtiyatla yuyuram. Artıq düyülər suyu tam özünə çəkib və bişməyə hazırdır. İndi isə onları cür qaynayan suyumuza əlavə edirəm.
Bismillah. Qazana 5 xörək qaşığı duz əlavə edirəm. Dadına baxıram. Əgər duzu az olsa, yenə əlavə edəcəm. Burada əsas sir budur. Düyünün bişdiyi su gərək yaxşıca duzlu olsun. Düyünü süzəndən sonra pulovun duzu tam qərarında normal qalır. İndi isə pulovun ən sevilən hissəsini qazmağı hazırlayıram. Bunun üçün 3 ədəd yumurta, 1 xörək qaşığı sarı kök və 4 xörək qaşığı qatıq götürürəm. Yaxşıca qarışdırıram ki, rəngi günəş kimi parlasın. Mən qazana 1 ədəd limonun şirəsini də əlavə edirəm. Düyünü tam bişməmiş süzürəm. Süzülmüş düyünün üzərinə duzlu qaynar su tökürəm. Qazmağı hazırladım. İndi əti qazana əlavə edirəm. Ət çəkən maşından keçirilmiş qoz ləpəsini əlavə edirəm. Düyüyə sarı kök, zəfəran əlavə edirəm. Düyünü süzüb qazana yerləşdirdikdən sonra qazanı qalın dəmirin üstə qoyuram. Tam 20 dəqiqə öz buğunda dəmini almasını gözləyirəm. Və budur. Dəm aldıqdan sonra üzərinə əridib dağ etdiyim çərə yağını gəzdirirəm. Yağını da əlavə etdikdən sonra qapağı bərk-bərk bağlayıram və yenə 1 saat səbirlə dəm almasını gözləyirəm. Burada çox mühüm bir məqam var.
qazanın qapağına bükdüyümüz dəsmal nəm olmalıdır. Amma mütləq diqqət edin ki, düyüyə dəyməsin. Bu nəm dəsmal qazanın içindəki buxarı tənzimləyir. Pulovumuz əvvəlcə 20 dəqiqə orta odda, sonra isə tam 1 saat ən vam xodda dəmini almalıdır. Və budur, səbrimizin mükafatı. 1 saatın sonunda qazanın qapağını açırıq, görüntüyə, ətirə sadəcə söz yoxdur. Əgər reseptimi bəyəndinizsə, videonu bəyənməyi, yeni ləzzət sirlərindən xəbərdar olmaq üçün kanalıma abunə olmağı və fikirlərinizi şərhlərdə bölüşməyi unutmayın. Sizin dəstəyiniz mənim üçün çox önəmlidir. Nuş olsun.